Sentyabrın 25-i internetdə millət vəkili Gülər Əhmədovanın şok görüntüləri adlı video yayılıb. Video görüntüdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və deputat Gülər Əhmədovanın, deputatın rəfiqəsi Sabir adına kitabxananın direktoru Sevinç Babayevanın 16 dəqiqəlik söhbəti var. Qeyd edək ki, Gülər Əhmədova belə bir görüşün olduğunu inkar etmir. Sadəcə videonun montaj olduğunu iddia edir. Videodakı söhbətdən millət vəkilinin Elşad Abdullayevdən deputat seçilməsi üçün rüşvət tələb etməsi bəlli olur. Ərhaniz vermə deyilmədi, özüm alıram. Rüşvət vermişdim. Özüm alıram, bax, özümün qiymətim budur. Başa işin pulçum tuturam bizim mənim, bax, özüm alıram. İstəmirəm, eləyirəm, istəmirsən, eləmirəm. Elşad Abdullayev isə əvvəlki illərdə də deputat olmaq üçün müəyyən məbləğdə pul verdiyini, amma millət vəkili ola bilmədiyini bildirib. Gülər Əhmədova siyasətin oyun olmadığını deyir və istənilən məbləği ödəyərsə, Elşad Abdullayevin deputat olacağına söz verir. Seçkilərə 7 gün qalmış, prezidentin təsdiqlədiyi deputat siyahısını dəyişdirdiyini bildirir. Yayılan video ilə bağlı açıqlama verən Gülər Əhmədova Elşad Abdullayevin cinayət əməllərinə qarşı mübarizə apardığına, onu susturmağa çalışdıqlarını deyib. Elşad Abdullayev isə Azadlıq Radiosuna müsahibəsində Gülər Əhmədovanın video görüntünün montaj edilməsi haqda dediklərinə belə münasibət bildirib. Bu boyda montaj olar, bu adamlar öyrəniblər hamiyə şər atmağa. Gündə insan hüquqlarından, demokratiyadan danışırlar, ancaq mən özüm yapıcı olmuşam. Heydər Əliyevi dəstəkləmişəm, amma indi baxıb görürəm ki, ölkə nə gündədir. Adam oğurluğu ilə məşğul olanlar bugün hakimiyyətdə otururlar. Qeyd edək ki, 2 gün qabaq yayılan videonun izləyici sayı sürətlə artır. Video qalmaqalını vəkil Aslan İsmailov şərh edir. Bu, bütün Azərbaycan üçün utanç verəcək bir haldır. Hərçənd ki, biz hamımız parlamentin saxta formalaşdığını bilirdik. Məni tanıyanlar, məni izləyənlər gözəl bilirlər ki, mən daimi Azərbaycanın çıxış yolunun ancaq və ancaq demokratik seçkilərdən keçdiyini demişdim. Həm bələdiyyələrə, həm parlamentə, həm prezident seçkiləri. Nə qədər ki, bu olmayacaq, Azərbaycanda korrupsiya, rüşvətxorluq tuğyan edəcək. İndi dediklərimizin biz əyani sübutunu gördük. Yəni, fakt ortalıqdadır. Bu günlərin mən artıq baş prokurorun, ondan sonra Əli Həsənovun bunu mövzuya fikirləri ilə tanışam və bu mənə deməyə əsas verir ki, bunlar bu işi batıracaqlar. Ona görə ki, əgər doğrudan Azərbaycanda qanunvericilik vardısa da, əgər doğrudan biz rəsmlərin elan etdiyi kimi hüquqi dövlətdə yaşayırıqsa da, hələ ilk dəfə Elşad Abdullayev yazılı müraciət edəndə dərhal o faktla cinayət işi qaldırılıb araşdırma başlamalıydı. Bu edilmədi. Nigar Yaqublu 23 yaşında bir qızın həbsi ilə bağlı bəyanat verən Respublikanın baş prokuroru nə Zakir Qaralov, nə Rüstəm Usubov, baş prokuror və onun birinci müavini Rüstəm Usubov Nigar Yaqublunun işi ilə bağlı göstərdiyi cəmfəşanlığı burada susqunluqla yerinə yetirdilər. Sadəcə mətbuat xidmətinin bəyanatıyla kifayətləndilər ki, işi Bakı şəhər prokuroruna göndərmişik. Bu bir mənalı həmin işin batırılması deməkdir. Ona görə ki, söhbət millət vəkilindən gedir. Əgər doğrudan ədalətli araşdırılma geçsəydi, o gərək Respublika prokurorluğunda gedəydi. Ona görə ki, gələcək cinayət sübut olunarsa, Gülər Əhmədova haqqında parlamentə təqdimat vermə hüququ ancaq baş prokurordadır. Baş verənlərə Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənov münasibət bildirib. O deyib ki, internet informasiya resurslarında yayılmış məlum video material dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır. Digər tərəfdən, həmin material Elşad Abdullayev kimi negativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və mənsəb qazanmaq istəyinin baş tutmamasının, habelə dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir. Mən şübhə etmirəm ki, müvafiq orqanlar internetdə yayılan bu materialla əlaqədar olaraq lazımi tədbirlər görəcəklər. Ondan başqa Əli Həsənovun çıxışını yəqin izlədiniz. Bu sadəcə göstəriş idi ki, bu bilirsiniz, yəni yenə deyirəm, onu deməyə insan gərək psixoloji da hazırlıqlı ola ki, belə biabırçılıqdan sonra bu biabırçılığa don geydirmək istəyəsən ki, görürsən biz 500 minə satılmırıq.
Qaldı bu günlərim dövrüyə buraxılan videonun keyfiyyətsiz olması məsələsinə. Bu barədə dünya praktikası var. Uzağa getmək lazım deyil. Təxminən bir həftə bundan qabaq Gürcüstanda türmələrin birində məhbusun döyülməsi ilə bağlı Gülər Əhmədovanın videosundan da qat-qat aşağı keyfiyyətli video yayımlandı. Onun nəticəsi olaraq türmə rəisi başda olmaqla məhbusu döyən 10 nəfər həbs olundu. 2 nazir istifaya getdi və ölkənin prezidenti Saakashvili xalqa müraciət edib xalqdan üzr istədi. Bizdə nə baş verir? Və ona görə burada keyfiyyət söhbəti artıq ortaya atılmış söhbətdir. Keyfiyyəti də qaydasındadır və olanlar da həqiqəti əks etdirir. Bunu hamı bilir. Söhbət əxlaq problemidir. Bundan da yenə təxminən bir ay qabaq adı cüzi bir korrupsiya qalmaqalında hallanan Yaponiyanın maliyyə naziri intihar etdi. Utandığından. Bizimkilər isə nəyin üçün utanır? Əksinə etdiyi hərəkətlərə don geyindirmək istəyirlər. Bu videodan da özünə bir qəhrəman obrazı düzəltmək istəyirlər. Bu sadəcə 9 milyona hörmətsizlikdir. Mən yenə deyirəm, burada qanundan söhbət eləmək yersizdir. Ona görə ki, qanun olan ölkədə qanundan danışırlar. Qanunu olsaydı, Elşad Abdullayevin rəsmi müraciəti var idi. Və müraciətdən dərhal sonra cinayət işi qaldırılmalıydı. Faktlar sübut olunandan sonra Baş Prokuror Milli Məclisə deputat toxunulmazlığının götürülməsi ilə bağlı müraciət etməliydi və günahkarlar həbs olunmalıydı. Burada isə heç nə olmur. Əksinə, Baş Prokuror o qədər qorxur ki, mətbuatda gedən məlumata ki, Gülər Əhmədova prokurorluqda dindirilir. Dərhal reaksiya verdilər ki, xeyr dindirilmir. Az qala Gülər Əhmədovanın üzr istəmək istədilər. Yəni bu biabırçılıqdır. Baş prokuror video görüntülərdə yer alan məlumatların araşdırılması üçün Bakı şəhər prokurorluğuna göstəriş verib. Qeyd edək ki, deputat Gülər Əhmədova 2011-ci ilin oktyabrında Xural qəzetinin baş redaktoru Əvəz Zeynallını rüşvət almaqda ittiham edərək baş prokurorluq yanında korrupsiya qarşı mübarizə idarəsinə müraciət etmişdi. Onun müraciəti əsasında həbs edilən Əvəz Zeynallının məhkəməsi hələ də davam edir.